Muğam insana həyat pillələri ilə üzü yuxarı yüksəldir. O pillələr insan həyatının bir mərhələsidir. Muğamları dinləyərkən maraq bizi diqqətə gətirir. İnsanları xeyirxahlığa səsləyən sanki dil açaraq keçmişimizdən, qəhrəmanlıq səlnaməmizdən danışan muğamlar bizə həyat hekayəti danışır. Muğam onun tarixi ta qədimlərdə mövcuddur. İnsan mənəviyyatının bir hissəsidir. Dədə Qorqud müdrikliyinin, Məcnun, Kərəm, Sənan eşqinin tərənnümü, insanlığın vəsfi olan muğam sonsuz ülvi həyatın təsviridir. İnsan muğamı dinləyərkən sanki ideala, ucalığa yüksəlir, zənginləşir, ilahiliyə qovuşur. Muğam həyatda əzablara, məşəqqətlərə son qoyan şəxsiyyəti təsdiqləyir. Milli sərvətimiz olan muğamımız haqqında bir çox fikirlər ərz etmək olar. Amma ilkin olaraq yada düşən bu əvəzsiz sərvətin tarixi mənbəsi və qaynağıdır. Bugün bizə bu qaynağın qovşağını Azərbaycanın xalq artisti, görkəmli sənətkar Canəli Əkbərov qovuşduracaq. Dünyada İslam olmamışdan qabaq muğam olub. Meydan nəğmələri. Meydan nəğmələri, yəni sonra İslamiyyət ki mövcud olub. İnsanlar öz nalələrini, belə deyək, öz daxili istirablarını, keşməkeşli həyatlarını nəğmə ilə meydanlarda bir-birinə ərz edirlər. Muğamın tarixi Nizami Gəncəvi dövrünün poeziyasında baş vuranda orada dəstgahlardan söhbət gedir. Yəni 11-ci əsr Nizami dövrüdür. İndi əgər Nizami dövründə dəstgahlardan söhbət verilibsə, onu poetik dillə, belə deyək, bugünkü oxuculara qədər gəlib çatıbsa, deməli, belə qənaətə gəlib demək olar ki, hələ Dədə Qorqud dövründən muğam olub. Çünki niyə? Muğamın özündə Dədə Qorqud ağsaqqallığı var. Məlumdur ki, insanı çox vaxt tərif yox, tənqid düşündürür. Canəli Əkbərov da hazırda musiqi aləmində gənc nəslin muğam ifaçıları ilə yaşlı nəslin ustadları arasında mövcud olan özünəməxsus münasibətlərdən də söhbət açdı. Qərəzli rəqabət hər iki nəsli məhv edə bilər. Bir də ki, muğam üçün mövcud olan məxsusi səslər var. O səslərin sayı, belə deyək, indi azalıb. Elə məzmunlu, bədii cəhətdən traktovkası gözəl olan o lirik səslər, tenor səslər, lirika dramatik tenor səslər, belə səslərin sayı indi azdır. Bu, bilmirəm, indi iqlimin bizə vurduğu ziyandımı, ya bu Azərbaycanda gedən bu münaqişələr, yəni Azərbaycanda nə mənada biz indi müharibə şəraitini yaşayırıq. Qarabağ əlimizdən müvəqqəti də olsa yoxa çıxıb. Yəni o bölgədən yaxşı səslər gəlirdi, yaxşı səsləri biz nizamlayırdıq. Səsə quruluş verirdik. Onun cümlələrinin məntiqi məzmununu bir macraya yığırdıq. Dağınıq oxumurdular. Aydındır. Necə ki, qrammatik cümlələrin, inşa yazısının cümlələri bir-birini tamamlamalıdır. İnşa bədii təfəkkür məhsuludur. Muğam da bədii təfəkkürün məhsuludur. Onda nəzərinizə çatdıraq ki, əvvəllər dövlətin hər tərəfli dəstəyi ilə qastrol səfərləri reallaşırdı. Bunun müqabilində Azərbaycan musiqisi də daha da təkmilləşir və sərhəd tanımayan musiqi kimi özünə kifayət qədər dinləyici auditoriyası toplaya bilirdi. Muğamlarımızı eroziyadan qorumuşuq. Muğamlarımızı deformasiya uğramaqdan qorumuşuq. Bəzi millətin ümdə vəzifəsi və səlahiyyət deyərlərinin ümdə vəzifəsi. Aydındır, biz buradan tənqid edirik. Mən ad çəkməyəcəyim bugün. Biz buradan ayrı-ayrı kanallarda baş verən və baş verə biləcək bu cılız ifaları buradan bizdən müsahibə alıb tənqid edirik. Səhərsi görürəm ki, bunlar Moskvada 10 günlükdə oxuyurlar. Onda qeyd edək ki, Canəli Əkbərov muğamın bədii, estetik, fəlsəfi məqamı və onun tədris proqramına dair kitabın müəllifidir. Hər bir muğamı ayrı-ayrılıqda muğam tədrisini ala biləcək, alan tələbələr üçün kitablar yazıram.
Onun biri çapdan çıxıb, biri də bu iyulun axırı üçün inşallah ki, Təhsil Nazirliyinin qripinə əsasən inşallah tədrisdə istifadə olunmaq üçün bu kitablar işə ucu görəcək. Bu da bir səlahiyyət yəsi bir insan olaraq, yəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam Sənədi Kafedrasının müdürü kimi, bir profesor kimi bunu özümə borc vermişəm. Ustad ifaçı ilə söhbət zamanı onun biri-birindən mənalı fikirlərini dinləməklə yanaşı, füsunkar səsinin sehrinə dalmamaq ən azından günah olardı. Yer qurban olam, aşıqın heyran olam, yer qurban olam, aşıqın heyran olam. Bəli, doğrudan da musiqi insan hisslərinin, duyğularının qidası və həyat mənbəyidir. Gəlin özümüzü milli sərvətimiz və mənəvi qidamızdan məhrum etməyək, onu qoruyaq, qoruya bilək ki, gələcək nəslə ötürə bilək. Qurban olam, ay pəri qurban.